15 mart buraxılış sualları ilə bağlı fikirlərimizi bildirəcəyik. Zəhmət buralarda üstəcə işarəsinə tıklayın. Öncə onu deyim ki, bəli, yaxşı oxuyan və çox yaxşı hazırlaşanlar üçün Azərbaycan dili üzrə deyim ki, yazıla biləcəyi suallardır. Amma orta və aşağı səviyyədə hazırlaşanlar üçün çətindir. Və əvvəlki illərlə müqayisədə olduqca çətin, düşündürücü, vaxt aparan suallardır. Və 9 martla demək olar ki, elə bir fərqi yoxdur. Hətta, yəni eynən, burada da çox sadə sual var, orada da çox sadə sual var. Bəlkə də bir 10% bu daha rahatdır. Yəni, daha tez cavabı çıxartmaq olur, orada biraz daha gecidir. Yəni, ümumən demək olar ki, eyni şeydir və ciddi bir fərq olmadı. Qısası, bu onu göstərir ki, ya blok imtahanı rahat olacaq, ya da blok imtahanında həmişə kimi salacaqlar və ballar ciddi şəkildə düşəcək. Əslində bu çətin durumdumu? Məncə yox. Elə bir qorxulu bir vəziyyət deyil. Amma hər bir halda təbii ki, vaxtla sualların ağırlıq səviyyəsi uyğun gəlsəydi daha yaxşı olar. Çünki burada elə sual var ki, yenə də bax, 37-ci sual deyir ki, nümunələrin hər ikisinə aiddir və yaxud yalnız birinə aiddir. Və bunu görən uşaq əlbəttə ki, orada yetərincə yorulur, sonra gedir asan sualları da yaza bilmir. Yəni, yaza bilən uşaq da Azərbaycan dilini yazır, riyaziyyatını deyəsən orada da ətrafları falan yaxşı düşməyib, onu bilmirəm, müəllimlər özləri deyərlər onu. Yəni, problem burada odur ki, asandır, bal düşəcək, elə deyil də. Uşaq o sualı görür, stresə düşür, o sualda yorulur, digər sualları yaza bilmir. Yenə də hər bir halda vəziyyət elə də ürək açan olmadı. Hər birinizə uğurlar arzulayıram. Bu arada sürət blok qruplarımıza qoşulub 2 ayın içində tam proqramı təkrarlamaq və yüksək səviyyə suallarla hazırlaşmaq istəyənlər 055 597 0151 nömrəmizi yazaraq bizlərə qoşula bilərlər. Yəni, təbii ki, söhbət onlayn dərslərdən gedir. Hələlik, sağ olun.